Salam əziz tələbələr. İslam tarixi dərsindəyik. Mövzumuzu davam eləyək. Keçən dəfə yadımızdadsa gəldik biz. Deməli, başlığın adı Həbəşistandan qayıdış idi. Dedik ki, bəziləri Həbəşistandan qayıtdılar. Elə başa düşdülər ki, artıq problemlər həll olub. Sonra problemin həll olmadığını görəndə yenidən qayıtdılar Həbəşistana. Amma dedik, onlardan bir neçə nəfər qaldı. Xüsusən Osman ibn Məzun barəsində danışdıq ki, çox böyük ruhiyyəyə sahib, həqiqətən vicdanlı, imanlı bir adam idi. Çünki əvvəl Vəlid ibn Müğeyrənin tabiçiliyində olsa, himayəsində olsa da, sonra möminlərə əziyyəti görəndə narahat oldu və onun himayəsindən çıxmaq istədi. Bu doğrudan da çox böyük bir ibrətdir, doğrudan da çox böyük bir mənəviyyatdır. İslam görürsünüz, belə şəxslərin varlığından da İslam tarixi bizə xəbər verir. Keçən dəfə də elə bundan danışdım. Növbəti başlığımız xaçpərəstlərin nümayəndə heyətinin Məkkəyə gəlməsidir. Deməli, Həbəşistanda müsəlmanların belə, xüsusən də Cəfər ibn Əbi Talib, Cəfər Təyyar, onun belə bir çıxışları Həbəşistan kralına çox məmnun etdi və o bir dənə ruhani heyəti, xaçpərəstlərdən ibarət ruhani heyətini Məkkəyə göndərdi. 20 nəfərdən ibarət bir heyəti Məkkəyə göndərdi və dedi ki, gedib Peyğəmbərlə görüşüb ona bir neçə dənə sual versinlər. Onlar da gəldilər Peyğəmbərin yanına Məkkədə, Məscid-ül Həramda əyləşdilər və Peyğəmbərə müəyyən məsələlər dedilər. Peyğəmbər də onların bir-bir suallarına cavab verdi, onları İslam'a dəvət elədi, Qurandan bir neçə dənə ayə oxudular. Bu vaxt onlar çox təsirləndilər. Onlar da bilirsiniz də, bir dənə məsələni də deyim sizə. Həzrəti Muhammed əleyhissalamın dəvətini eşitməyib dünyadan gedənlər və yaxud da o olan dönəmdə Peyğəmbərin, yəni yeni bir dinin qulaqlarına çatmadığı kəslər, xristiyanlar, bunlar mömin sayılırdılar. Çünki yeni bir din gələndə ondan əvvəlki din qüvvədən düşür. Yeni bir din gəlməyənə qədər ondan əvvəlki din qüvvədədir. Ona görə də o xristiyanlar əgər doğrudan da təhrif etmirdilərsə və doğrudan da elə həqiqi Allahın dinini yaşayırdılarsa, o xristiyanların çoxu da, əgər imanları da yaxşı idisə təbii ki, onların çoxu ilə Allahın həqiqi mömin bəndələri idilər. Və bunu da biz bilməliyik də, onlar dindardırlar, ümumiyyətlə Allahın dinindədirlər. Növbəti bir din gəlir, onlar təəssübkeşlik eləyib dini qəbul etmirlərsə, onda bu pisdir. Və o qədər xristiyanlar var idi ki, onların çoxu, yəni o qədər var idi ki, bunlar qəbul etmişdilər. Xristiyanlıqdan İslam'a gəlmişdilər. Bunlar da bax belə bir vəziyyətdə idilər, təsirə düşürlər və ixtiyarsız olaraq gözlərindən yaş axmağa başlayır və başa düşürlər ki, İncildə müjdə verilən həmin Peyğəmbər ilə Muhammed əleyhissalamdır. Amma bunu görən Əbu Cəhil çox pis olur, narahat olur və heyətə yaxınlaşır, deyir ki, sizi görürəm ki, elə bir hidayət oldunuz bunun dininə. Halbuki siz özünüz ata-babalarınızın dinində varsınız və nə tez bunun təsiri altına düşürsünüz. Sizi göndəriblər bura ki, siz araşdırma aparasınız, amma siz artıq öz ata-babanızın dinindən çıxdınız. Sonra deyir ki, mən sizin kimi yer üzündə axmaq adam tanımıram. Ondan sonra da onlar da Əbu Cəhli yola verirlər. Deyirlər ki, biz öz dinimizdə qalaq, siz də öz dininizdə qalın, lakin nəyəsə öz xeyrimizə görsə onu əldən buraxmaq. Belə deyirlər, onu yola verirlər ki, yəni get. Sonra Qureyş müşrikləri belə bir heyətlərin gəlməsini görürlər və bu Məkkəyə gəlmiş bu heyət də Qureyş müşriklərini sanki bir qəflətdən oynadır. Onlar da deyirlər ki, biz də gedək Mədinədə Yahudi alimlərlə görüşək, görək onların İslamla münasibəti necədir? Ümumiyyətlə, onlardan soruşaq ki, bu Peyğəmbər barədə sizin fikirləriniz nədir? Burada bir məsələni deyim sizə, hər dəfə deyirəm bunu, yadınızda saxlayın. Peyğəmbər Məkkədən Mədiniyə hicrət edənə qədər
bütpərəst müşriklər, həmin bu Qureyş ancaq yeni planlar fikirləşirdilər ki, bu peyğəmbərin gətirdiyi bu problemi aradan aparsınlar. Və bundan xəbəriniz olsun. Ona görə də onlarla plana əl atırdılar. Ki biz onlardan çoxunu oxuya-oxuya gəlirik və bu da onların növbəti planlarından biri idi. Yaxşı, bax bunu yadımızda saxlayaq. Peyğəmbər Mədiniyə hicrət edənə qədər bu planlar dayanmadı. Çünki dayana da bilməzdi. Yəni belə götürüb, durub, oturub izləyə bilməzdilər təbii ki. Ona görə də hər bir plana əl atırdılar. Ağsaqqalları var idi, onlarla məsləhətləşirdilər. Darun Nədva, yəni Nüdva deyilən bir yer var idi ki, o məsləhətləşmə yeri idi də. Peyğəmbərin babaları oranı düzəltmişdilər də, yadımızdadır. Orada məsləhətləşirdilər ki, bu adamla necə mübarizə aparaq, ümumiyyətlə İslamla necə mübarizə aparaq və yaxud da müsəlmanlarla necə mübarizə aparaq. Ona görə də və bunları belə punkt yadımızda saxlamaq lazımdır. Məkkə dönəmini oxuyuruq. Məkkə dönəmində ancaq müşriklərin belə planları ilə tanış olacaq. Gəldilər, Yahudilərlə görüşdülər. Yahudilərin alimləri ilə Haris ibn Nəsir və Əqəbə ibn Əbu Muitin başçılığı altında Yəsribə nümayəndə heyəti göndərildi. Nümayəndələr Yahudi alimlərlə görüşdükdə onlara deyirlər ki, Yahudilər onlara deyir ki, peyğəmbərinizə, o özü peyğəmbərlik deyilən kəsə neyin aşağıdakı sualları verin. Yaxşı. Deməli, bu nümayəndə heyəti Haris ibn Nəsir və Əqəbə ibn Əbu Muitin başçılığı altındaydı. Onlar getdilər Yəsribə. Yəsrib sonradan Mədinə oldu da, peyğəmbərin şəhəri oldu. Yəsribə getdilər və o Yahudi alimlərlə görüşdülər. Yahudi alimlər dedilər ki, ondan bax bu 3 dənə sualı soruşun. O 3 dənə sual barəsində onlar nə desə, bu 3 sualın cavabından biz bunları bilə bilərik. Bax, xüsusən də belə dedilər. Dedilər ki, əgər o bu suallara cavab versə, deməli həqiqətən də Allahın göndərdiyi peyğəmbərdir. Yox, əgər cavab verə bilməsə, bilin ki, yalancıdır, onu tez bir vaxtda aradan götürmək lazımdır. O suallar buydu ki, ruh nədir? Əshab-ı Kəhf haqqında məlumat ver, bir də Zülqərneyn barəsində məlumat ver. Peyğəmbərə gəldilər, görüşdülər peyğəmbərlə həmin nümayəndə heyəti. Peyğəmbərə hər üç sualı verdilər. Peyğəmbər də buyurdu ki, mən bu sualların cavabını verəcəm, amma vəhy mənə nazil olsun, belə deyəcəm. Maraqlı bir addım atdı Peyğəmbər. Baxmayaraq ki, bu sualların cavabını Peyğəmbər bilirdi və verə bilərdi, amma istədi ki, elə vəhyin dili ilə, vəhy prizmasından onlarla danışsın və İsra surəsinin 85, Əshab-ı Kəhf və Zülqərneyn ilə bağlı cavablar isə müvafiq olaraq Kəhf surəsinin 99-28-ci ayələrində öz əksini tapdı. Yəni, alimlərin Allahı onların suallarına həm ruh barədə, həm Əshab-ı Kəhf barədə, həm Zülqərneyn barədə Allah İsra surəsinin 85-ci ayəsində və Əshab-ı Kəhf Zülqərneyn ilə bağlı da Kəhf surəsinin 9-28-ci ayələrində onların cavablarını verdi. Bu da belə. Ki, oradan da yəni bir xeyir əldə eləyə bilmədilər. Deməli, bayaq dediyim kimi növbəti bir başlığa gəldik, köhnəlmiş mübarizə metodları. Bayaq da dediyim kimi Qureyş hər bir yolla olsa bu problemi aradan aparmağa çalışırdı. Ona görə də gecə-gündüz düşünürdülər, yeni plan proqramlar cızırdılar. Bilirsiniz, peyğəmbərlə mübarizə aparmaq da heç bir sivil yolla, normal yolla uyğun olmurdu. Bilirsiniz niyə? Çünki bu adam haqqı idi. Bu adamda bir səhv tərəf tapa bilmirdilər ki, o tərəfdən vursunlar. Yaxşı. Və bilmirdilər ki, neynəsinlər, nə iş görsünlər. Bu tərəfdən Peyğəmbərin yanındakı adamlar, yəni Peyğəmbərə qoşulanlar, müsəlmanlar çoxalırdı. Bu tərəfdən, məsələn, Məkkəyə bəziləri gəlirdilər, Peyğəmbəri İslamı qəbul etməsələr də, amma Peyğəmbərin təbliğatı nəticəsində bütpərəstlik barəsində olan etiqadları sarsılırdı. Yaxşı, yəni Peyğəmbər hər halda qalib olurdu. Hər halda Peyğəmbər, çünki birisi Peyğəmbərin hədəfi
birdən-birə böyük deyil idi də. Elə əsas budur ki, bütpərəstlik barəsində şəkkə düşsünlər, sonra bütpərəstlikdən çıxsınlar, sonra iman gətirsinlər. Bax belə bu günlərin Məkkə, bu günlərin Kəbə ətrafı, Məkkə, yaxın regionlar, sonra yavaş-yavaş Hicaz, sonra dünya. Ona görə də hər halda Peyğəmbər müvəffəqiyyət qazanırdı. Bunlar da qalırdılar ki, nə edək, nə iş görək? Buna necə çıxış elə? Pul deyirik, razı olmur. Bilirsiniz, başqalarını çox rahat daxı yolundan azdırmaq. Qorxu ilə çox yaxşı şəkildə insanlar müvəffəq olurlar. Qorxudurlar və salam, olmur. İşgəncələr verirlər, olmur. Nə bilim, pul təklif eləyirlər, vəzifə təklif eləyirlər. Nə edirlər, olmur. Özünü öldürə bilmirlər, çünki Bəni Haşim onların arxasındadır. Nə bilim, Həmzə oradadır. Bax, belə giriftar qalıblar. Bilmirlər, neynəsinlər, necə eləsinlər. Amma nəsə axtarıb tapmalıdırlar da. Bu dəfə başqa bir şey fikirləşdilər. Dedilər ki, bu adama böhtan ataq, iftiralar yaxaq, nə bilim, şərəf və ləyaqətini ləkələməyə çalışaq. Dedilər ki, yaxşı, olar. Amma nə deyək, nə böhtan ataq? Dedilər ki, bunu şəhvətpərəstlikdə. Böhtanlar neçə cür ola bilər? Deyək, şəhvətpərəstdir. Hamısı dedilər ki, bu kişinin heç vaxt şəhvətpərəstliyini biz görməmişik. 25 yaşında ailə qurub, indi də 40 neçə yaşı var. Bu adam heç vaxt bu işlərlə belə olum. Sonra dedilər ki, bunu xəyanətkar kimi ittiham edir. Dedilər, nə xəyanətkar? Bilirsiniz də, Peyğəmbər əmin ləqəbi almışdı. Ona görə ki, Peyğəmbər çox əmanətdar insan idi. Məkkənin bəzi adamları aparırlar əmanətlərini Peyğəmbərə verirdilər ki, xahiş edirəm bunu saxla, səndən daha yaxşı əmanətdar adam tapa bilmərəm. Hələ Peyğəmbərliyindən də əvvəl. Peyğəmbərliyindən əvvəl Peyğəmbər bax, əmanətləri saxlayan kimi tanınırdı. Dedilər, bunu ona necə deyə bilərik ki, o əmanətdar deyil. Sonra məsələn onun barəsində tutaq ki, dedilər ona kahin deyək. Dedilər ki, bunun sözlərində kahinlik, bunun dediyi kahinlikdən fərqlidir axı. Biz bunu belə deyəcəyik, amma bilən adam biləcək ki, bu adamın dediyi kahinlikdən fərqlidir. Bəs nə edək, nə iş görək, buna nə deyək? Dedilər ki, buna deyək ki, dediyi təbliğatı sehir və cadudur. Sehir və cadud. Belə demək olar ki, buna nazil olan şeylər sehir və cadudur. Başladılar bir müddət bunu gündəmə gətirməyə ki, bu adamın təbliğ elədiyi şey sehir və cadud və bunun özü də cadugardır. Çünki o açıq-aşkar görür ki, Məkkəlilərin arasında iki tirəlik yaradır və bu da sehir və cadu ilə mümkündür və biz bunun qabağını kəsə bilmirik. Müddəssir surəsinin 11-ci ayəsindən 50-ci ayəsinə qədər həmin o Vəlid ibn Müğeyrənin gündəmə gətirdiyi bu məsələ Allah mütəala olaraq onu cavab verir. Vəlid nə dedi? Vəlidin hadisəsi də belə oldu. Vəlid, ondan əvvəl yadınızda da oxumuşduq ki, Vəlidlə Peyğəmbər görüşdü. Peyğəmbər ona Fussilet surəsindən bəzi ayələri oxudu. O da çox təsirlənmişdi. Hətta deyirdi ki, bədənimin tükləri biz durur. Birbaşa da evə getdi, bir neçə gün evdə qaldı. Sonra gəldilər müşriklər ona deyərlər ki, sən də dini qəbul elədinsə bilək. O dedi ki, yox, dini qəbul etməmişəm, amma bu adamın gətirdiyi sözlər qəribə sözlərdir. Bu elə-belə sıradan sözlər deyil. Ona görə də bu Vəlidin bu məsələsini də gündəmə gətirdilər. Dedilər ki, deyək ki, bu sözlər cadugardır, cadugarlıqdır. Və başladılar bu cəhətdən bir dəfə təbliğat aparmağa ki, bu cadugardır. Sonra deyəcək, bu barədə bəzi işlər də gördülər. Başqa bir işinə də haçan məşğul oldular. Bir dəfə də dedilər ki, bu dəlidir. Bunun ağlı yoxdur, bunun ağlı başından çıxıb və yaxud da bunu cin vurub. Cin vurub, bunun ağlı başından çıxıb, çünki bu özünü Peyğəmbər bilir. Güya deyir ki, Allah var. Və yaxud da güya deyir ki, mən də həmin Allahın nümayəndəsiyəm. Güya deyir, cənnət var, cəhənnəm var. Ay nə bilim, namaz qılın, belə eləyin. Başladı belə şeylərlə Peyğəmbərə ləkələməyə, Peyğəmbəri ləkələməyə və Quran ayəsi də var onun barəsində. Onlar deyirdilər ki, görəsən o Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var. Və bütün ümmətlərdə belə şeylər təbii ki olur. Əvvəlki peyğəmbərlərə də
belə sözlər demişdilər. Quran buyurur ki, ya Rasulüm, sənin qövmün sənə şair dedi, sehirbaz dedi, divanə dedi. Eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr gəlməz, onlar da ona sehirbaz, divanə deyirdilər. Divanə bilirsiniz də dəli deməkdir, dəli. Bəzən divanə sözü yaxşı mənalarda, aşiq mənasında istifadə olunur. Aşiq bilirsiniz nədir? Aşiq güya eşqi ağlından daha çox olana deyirlər. Ona görə divanə sözü bəzən yaxşı mənalarda istifadə olunur, dəli pis mənalarda istifadə. Amma onların hər ikisi sinonimdir. Sadəcə sinonimdir, dəlini mənfi mənada istifadə edirlər, divanəni yaxşı mənada. Amma divanə də yəni ağlına, hissləri ağlına qalib gəlmiş kəsdir də. Sonra Allah Mütəala buyurur ki, ya Rasul, sənin qövmün sənə şair, sehirbaz, divanə dediyi kimi, eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr gəlməz ona sehirbaz, divanə deyirdilər. Sonra deyir ki, görəsən onlar bunu bir-birinə vəsiyyət mi etmişdilər? Onlar hamısı niyə belə eyni şeyləri deyir? Xeyr, onlar azğın bir qövmdürlər. Yəni bu azğınlığın əlamətidir. Nə gözəl ayələrdir. Allah necə gözəl danışır. Deyir ki, necə olur ki, əvvəlkilər də, bunlar da eyni şey danışır. Necə olur ki, eyni şeydə? Bir-birinə vəsiyyət ediblər. Sonra Allah deyir ki, yox, vəsiyyət eləməyiblər. Bunlar azğın qövmdürlər. Azğınlığın əlamətidir ki, Allahdan gələn peyğəmbərə, dəlillə, sübutla, ağılla, məntiqlə danışan bir peyğəmbərə dəli deyəsən, şair deyəsən, sözün qurtarır baxır, sehirbaz deyəsən. Bu onların cahilliyinin əlamətidir. Sonra başqa bir şey nəyi görürdülər? Yəni nə olsa istifadə eləyirdilər də, nə olsa peyğəmbərə qarşı istifadə eləyirdilər. Peyğəmbər bir nəfər var idi, Mərvə yaxınlığında, Cəbr adlı xaçpərəst bir nökər var idi. Peyğəmbər gedirdi o nökərlə otururdu, söhbət eləyirdi. Müşriklər bunu görür kimi deyirdilər ki, hə, bu xaçpərəstdən deməli bu qidalanır. Deməli elə Quranı da buna, o Quran dediyi bir şey var ha. O məlumatları buna həmin o xaçpərəst verir və o bunun sayəsində elə danışır. Bildik, tapdıq. Bax, bu şeyləri gündəmə gətirir. Bəziləri də inanmırdılar. İndi bəzi şeyləri danışacağam sizə ki, Məkkə müşrikləri Quran onları dəli eləmişdi. Ecazkarlığı ilə onları dəli eləmişdi. İndi deyəcəm bəzi tarixi faktlar sizə. Amma nəsə bir şey gündəmə gətirməkdir. Ay cəmaət, görürsünüz, bu peyğəmbər gedir o Cəbrlə danışır. Deməli danışdıqları ki, deyirdi, vəhdi Allah göndərib, o deyil imiş. Sən demə bu Cəbr adlı xaçpərəst buna öyrədir. Özləri də bildirdilər ki, bu çox gülməli bir sözdür. Quran da onu gündəmə gətirir. Deyir ki, biz eşitdik peyğəmbər. Eşitdik ki, müşriklər dedilər ki, Quranı ona bir insan, həmin o Cəbrdə, Cəbr öyrədir. Dediklərini də bilirik, ey peyğəmbər. Amma onların yəni onlar yadlarından çıxardıblar ki, onların nəzərdə tutduqları adamın dili başqa dildir. Quranın dili isə tamam başqa dildir. Burada neçə dənə versiya var. Biri budur ki, o özü tam ərəb dilində sərbəst danışmır. Hamı da bilir ki, o ərəbcə yaxşı danışa bilmir. Ona görə Peyğəmbər Allah Mütəala deyir ki, onlar görmürlər ki, o ərəb dilində yaxşı danışa bilmədiyi halda bu isə necə gözəl, bu Quran isə necə gözəl bir ərəb dilidir. Bunu görmürlər onlar ki, Quranın ərəb dilisi başqadır axı. Bu necə bir dildir? O kişinin danışdığı nədir? Elə şey ola bilər. Bir də başqa bir təfsir ola bilər ki, yəni onun dedikləri başqa şeylərdir, Quranın dedikləri başqa bir şeylərdir. Bu versiyada ola bilər. Bax, bu şeyləri görürsünüz necə əl atırdılar. Başqa bir dənə məsələni gündəmə gətirdilər. Bu məsələ elə bir ağır ittihamdır ki, bu məsələni sonradan şərqşünaslar da gündəmə gətirirlər, bu ittihamı və bu məsələni hətta bəzi müsəlmanlar da gündəmə gətiriblər. Əlbəttə, onlar tam da etiqadda möhkəm olan müsəlmanlar deyil, amma onların da özlərini müsəlman hesab edənlərdən də bu söz eşidilməkdədir. Hansı ittihamdır? O da bir ittihamdır ki, bu adam buna elə gəlir ki, bu peyğəmbərdir. Əslində isə bu qarmaqarışıq bir yuxulardan ilhamlanır. Buna cinlər təlqin eləyir. Hə, indi etiraf edirlər ki, bu Quran var, nə bilim, fərqli kitabdır. Amma buna Allah var, Allah göndərir deyil.
bu fərqli sözləri bunu cin çarpıb, buna cin təlqin eləyir. Bu hətta bu bunun qarma-qarışıq yuxularıdır. Və bu onu özündən uydurub. Amma halbuki iddia eləyir ki, mən Allahın peyğəmbəriyəm və bu sözlər də Allahın sözləridir. Quran bu barədə də deyir. Deyir, onlar belə dedilər. Xeyr, bu Quran qarma-qarışıq yuxulardır. Xeyr, o özü uydurmuşdur. Yəni o xəyaldır da, o xəyaldır, belə deyil. Ondan sonra Allah Teala Quranda buyururdu ki, ey peyğəmbər, batmaqda olan ulduza and olsun ki, cəmaata deyirdi də Allah Teala, sizin bu yoldaşınız, yəni peyğəmbər, nə haqq yoldan sapmışdı, nə də azmışdı. O keyfi istəyəni heç vaxt danışmır. Bu ancaq nazil olan bir vəhdir. Onu Rəsuluma çox qüvvətli olan biri, yəni Cəbrail öyrətdi. O qüvvət sahibi peyğəmbər üçün açıq-aşkar şəkildə göründü. O ən uca üfüqdə idi. Sonra ona peyğəmbərə yaxınlaşdı və aşağı endi. Onların arasındakı məsafə 2 yay uzunluğunda, bəlkə ondan da yaxın oldu. Sonra Cəbrail Allahın bəndəsinə vəhy buyurduğunu vəhy etdi. Qəlb gördüyünü yalan saymadı. Yəni peyğəmbərin qəlbi mükaşifə aləmində o ki gördü ya, onu qəlbən görmüşdü deyə o gördüyünü yalan saya bilməzdi qəlb. Çünki bu gözə aid deyil idi. Qəlbin müşahidə elədiyi şeylər heç vaxt yalan ola bilməz. Çünki qəlb həqiqəti olduğu kimi görür. O da Həzrət Muhammed əleyhissalam da Həzrəti Cəbraili qəlb gözü ilə görmüşdü və bunu heç vaxt qəlb gördüyünü yalan saymaz. Siz onunla gördüyü barəsində mübahisə mi edirsiniz? And olsun ki, başqa bir dəfə də onu peyğəmbərimiz görmüşdü. Yəni peyğəmbər Cəbraili öz həqiqi surətində bir dəfə də Mirac vaxtında görmüşdü. 7-ci göydəki Sidrətül Müntehanın yanında mələklər, şəhidlər və müttəqilər məskəni olan Məva cənnəti onun yanındadır. O zaman sidrəni nələr bürümüşdü, nələr. Göz nə sağa baxdı, nə sola yayındı, nə də uzağa getdi. Yəni hər şey olduğu kimi gördü. Allah Teala demək istəyir ki, o qarma-qarışıq yuxu deyil. O hansısa cinin təlqin elədiyi deyir, o həqiqətən belədir. O Cəbraili görür və Cəbraildən alır bu vəhləri və yerlərini də deyir ki, harda oldu. Sidrət-i Müntehanın yanında, Məva cənnətindədir. Göz deyir, nə sağa sola yayındı, nə də uzağa getdi. Hər şey olduğu kimi gördü. Sonra deyir ki, and olsun ki, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismi peyğəmbərə qismət oldu, peyğəmbər onu gördü. Beytül Məmuru, Sidrətül Müntehanı, cənnəti, cəhənnəmi, rəf-rəfi, 600 qanadı olan Cəbrailin həqiqi surətini və s. gördü. İndi bunlar əlbəttə təfsirlərdir də, bunlar təfsirlərdir, bunlar Quranın öz sözləri deyil. Amma yəni Quran deyir ki, peyğəmbər gördü. Nəyi gördü? Bunlar izah edir. Amma Quran orasını gətirir. Sidrətül Münteha, Məva cənnəti, bunların hamısını peyğəmbər gördü. Görürsünüz, bax, peyğəmbər barəsində deyilən bu ittihamı da Allah Mütəal aradan aparır və bəzi dediyim kimi şərqşünaslar da bu iddiadadılar. İndinin özündə də və bəzi müsəlmanlar da deyirlər ki, peyğəmbərə əslində vəhy gəlməyib. Peyğəmbər çox duha bir insandır deyə onun öz təxəyyülləri o qədər alidir ki, ona belə həqiqətlər ariz olur və o elə hesab eləyir ki, onu Həzrəti Cəbrail gətirir. Halbuki Cəbrail falan məsələsi yoxdur. Bu barədə İslam etiqadında çoxlu mövzular var. Burada o barədə çox danışmaq istəmirəm. Deməli, Qurana qarşı söz mübarizəsi. Bunlar öz mübarizələrini aparırlar. Bunlar mübarizələrini necəsə aparmalıdırlar. Təbii ki, hər şeyə əl atmalıdırlar. İndi qəribə bir mübarizə metoduna əl atdılar. O da nədir? Dedilər ki, bunun gətirdiyi kimi bir dənəsini də gətirək biz. Cəmaata bundan danışmır, bu Quran dediyi bir şeydən. Biz də onun kimi bir şeylər gətirək. Oturdular, düşündülər, danışdılar və Nəzir ibn Haris. Nəzir ibn Haris şair idi, nə bilim, şair də deyil idi. Salib seçilən belə deyək də əzəmətli adamlardan idi. Ola bilsin şair də olub, qoy burada yeri də qoyum. Amma hər halda burada şairliyi gündəmə gəlmir. Burada deyir ki, o
maraqlı həyat təcrübəsi var idi. O ömrünün yarısını Hirədə, İraqda keçirmişdi. İran şahları ilə Rüstəm Zal və İsfəndiyar kimi pəhləvanlar haqqında eşitmişdi. İranlıların bəzi əqidələrindən, o atəşpərəstliklə bağlı əqidələrindən, xeyirlə, şər barəsində, əqidələr barəsində xeyli məlumatları var idi. Ona görə dedilər ki, elə sən başla bu dastanlardan danışmağa. Dastanlar maraqlıdır, danış. Qoy o ki necə danışır, cəmaatın fikrini özünə çəkmir. Sən də danış, cəmaatın fikrini özünə çək. Razılaşdı bu da. Gəldi cəmaatın toplaşdığı yerlərdə. Elə hey tez-tez dedi ki, ay cəmaat, Muhammed ki Quran ayələrini deyir, onun dediklərini indi mənim danışacağım dastanların nə fərqi var ki? Gəlin mən də sizə dastanları danışım. O öz dastanları ilə əzabdan danışır. Mən sizə də öz dastanlarımla ilahi nemətlərə qərq olmuşların macərasını danışım sizə. Bax, belə-belə sözlər deyirdi və başladı bunlardan danışmağa. Bir dəfə o İrana məxsus filan dastandan danışdı, bir dəfə bundan danışdı, bir dəfə ondan danışdı. O qədər məntiqsiz iş idi, o qədər keyfiyyətsiz iş idi ki, bir neçə gün davam elədi. Ondan sonra nə özünün həvəsi qaldı, nə də cəmaat. Cəmaat bezdi, onun ətrafından dağılışdılar ki, yəni bu iş deyil də, yəni sən bizə dastan danışırsan. Biz yəni o qədər zəif addımlar idi ki, təbii ki, ayaq tutub yerimirdi. Ayaq tutub yerimirdi. Çünki İslam çox qüdrətli idi. Həm nümayəndə çox qüdrətli idi. Həzrət Muhammed əleyhissalam çox möhkəm idi, çox məntiqli idi. Həm Quran çox möhkəm idi. Həm də ki, insan fitrətinə çox uyğun idi. Yaxşıları o dəqiqə hidayət edirdi. İndi bax, bir-iki dənə nümunə də çəkəcəm. Yaxşılar eşidən kimi valeh olurdular və ona tərəf gedirdilər. Dedik ki, onlar müxtəlif yollara əl atırdılar ki, Həzrət Muhammed əleyhissalamı gözdən salsınlar. Amma dağın müqabilində bəzi kiçik daşlar, bəzi kiçik kəsəklər çox da təsirə malik olmayacaqdı təbii ki. Olmadı deyə bu gün görürsünüz dünyada oldu. Nəinki bu gün. 10 neçə ildən sonra Məkkə fəth olundu və həmin bu müşriklərin çoxu, indi Əbu Cəhəl ölmüşdü, amma məsələn Əbu Sufyan gedirdi bəzi ölkələr, bəzi regionlarda bütxanaları özü sındırırdı. Peyğəmbər ona deyirdi ki, get filan bütxanalarda bütləri sındır və bunun kimi şeylər. Yəni Həzrət Muhammed əleyhissalam qalib oldu. Çünki çox böyük bir məsələ idi. Həm arxasında Allah var idi, həm də Quran çox əzəmətli idi. Həzrət Muhammed özü əzəmətli idi. Möminlər çox möhkəm idilər. Haqq idilər deyə haqq ayaq tutar və yeriyər. Batil ayaq tutar, amma yeriməz. Batil özünü göstərər, amma yeriməz. Bu günə qədər heç vaxt batil yeriməyib. Bəzi batillərin ömrü uzun ola bilər, amma yeriməyəcək axıra qədər. Bunu görəcəksiniz siz. Nə qədər batillər var ki, elə tezliklə də məhv olub, istər əqidə olsun, istər şəxs olsun. Tarix bizə bunu göstərir. Bəziləri də ki, bir azca uzun çəkirlərsə də, amma xəbəriniz olsun ki, bu çox da uzun çəkməyəcək. Yəni, axıra qədər gedə bilməyəcək. Bir hadisə də baş vermişdi. Bu hadisəni də oxuyuram sizin üçün. Bu hadisədə deyilir ki, Peyğəmbər salavatullah bir işi də görmək istəyirdi ki, bəzən böyüklərdən, qəbilə başçılarından ürəkləri normal olanları hidayət eləmək istəyirdi. Niyə? Çünki qəbilə başçısı hidayət olsa, bütün qəbilə onun sözünə baxaraq. Böyük adamlar, ziyalı adamlar, söz sahibləri tez hidayət olanda onda daha artıq effekti olur təbliğatın. Ona görə də çalışırdılar ki, Həzrət Muhammed əleyhissalam çalışırdı ki, qəbilə başçıları ilə belə deyək də, onların hidayətində daha çox çalışsın. Bir hadisəni oxuyacağım, sualınız da yarana bilər, normaldır təbii ki, amma bizim sual vaxtımız var. Orada mən saxlayacağım, bütün suallarınızı ora verin. Peyğəmbər Vəlid ibn Müğeyriyə tərəf getdi. Çünki bir dəfə Vəlid ibn Müğeyriyə gəlmişdi Peyğəmbərin yanına, təsirlənmişdi. Peyğəmbər gördü ki,
bu sözlər onda təsir qoyur. Və Vəlid ibn Müğirə də böyük bir fiqur idi. Bilirsiniz də Xalid ibn Vəlidin atasıdır da. Köhnə tələbələr Xalid ibn Vəlidlə çox yaxşı tanışdılar. Ki o sonradan İslamı qəbul elədi və İslamın böyük sərkərdələrindən, əzəmətli sərkərdələrindən, fatihlərindən oldu. Düzdür, mənəviyyat cəhətindən yaxşı adam olmadı. Həzrət Əliyə əks oldu, Həzrət Əli ilə problemləri oldu, amma sərkərdə kimi çox əzəmətli adam idi. Peyğəmbərin dönəmində də və xüsusən hicrətin son illərində və Peyğəmbərdən sonra da xəlifələrin dövründə də fəthlərdə onun böyük bir belə deyək, əməyi var idi. Xüsusən İranın fəth olunmasında onun yəni çox güclü sərkərdə idi, çox bacarıqlı sərkərdə idi. Mütə döyüşündən onu köhnə tələbələr tanıyır ki, mütə döyüşündə onun yaxşı bir manevrlar olmuşdu və s. Amma belə özü çox yaxşı adam deyil. Əlbəttə əhl-i sünnət ondan ötürü ölür, onu Allahın qılıncı adlandırır, amma onun tarixdə çox böyük cinayətləri olub. Həm Həzrət Əli ilə bağlı çox böyük pis işlər var, həm bəzi yerlərdə, əvvəllər də danışmışam bunu, bəzi yerlərdə o elə bir işlər görüb ki, məsələn, 1-ci xəlifənin dövründə gedib beyət etmədiyinə görə Abdullah adında bir qəbilə başçısını öldürüb və xanımına təcavüz eləyib də çox pis işlər. Peyğəmbərin dönəmində gedirdi, bəzi yerlərdə elə qəbilələrdə elə işlər görürdü ki, hətta hadisələrin birində də Həzrət Əlini Peyğəmbər göndərdi ki, o qəbiləyə o qədər hörmət elə ki, mallarına, mülklərinə Xalid ibn Vəlidin elədiyini kompensasiya olmuş olsun. Bu belə dəliqanlı bir adam idi, imanı falan da yox idi. Amma belə şücaətli adam idi. İndi beyninə vermişdi ki, mən müsəlman olacağam, müsəlman olmuşdu, amma dindən, imandan heç nə yox idi onda, heç nə. Necə Əbu Sufyanın imanı yox idi, amma Peyğəmbər tərəfində idi və döyüşlərə də gedirdi. Xalid ibn Vəlid də belə idi. Qolu güclü bir adam idi, döyüş cəhətindən belə deyək, təcrübəli bir insan idi, amma imandan əsər əlamət yox idi. Baxmayaraq ki, əhl-i sünnət qardaşlarımız onu çox möhtəşəm bir adam bilirlər. İnşallah gələcək tarixlərdə də dəlillə, sübutla da danışacaq. Xüsusən Həzrət Əli ilə bağlı problemlərini də gündəmə gətirəcək. Bax, bu həmin o Xaliddir ki, Vəlid ibn Müğirənin oğludur. Vəlid ibn Müğirə doğrudan da müşriklərin arasında, Qureyş başçılarının arasında çox mühüm bir fiqur idi, çox mühüm bir adam idi. Ona görə də Peyğəmbər onunla yenə də görüşmək istəyirdi. Bir dəfə də onunla görüşmək istəyəndə İbn Ümmü Məktum adında bir nəfər Peyğəmbərin yanına gəlir ki, Peyğəmbərdən bir neçə dənə ayə soruşsun. Və bu vaxt bəzi təfsirçilər belə deyirlər. Halbuki məsələ o cürə deyil. Bəzi təfsirçilər deyirlər ki, Peyğəmbər narahat oldu ki, niyə Ümmü Məktum gəlir? Mən ki, Vəlid ibn Müğirənin gücünə tutmuşdum, ona bəzi bir fürsət idi də, ona bəzi şeyləri deyəcəkdim, amma Ümmü Məktumin məni belə deməsi məni narahat elədi və deyirlər ki, Əbəsə surəsində 14 dənə ayə Peyğəmbər barədə nazil olub ki, orada deyir ki, qaşqabağını töküb üzünü çevirdi, yanına korun gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də o təmizlənəcəkdir, yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir. Ondan sonra deyir ki, yüyürə-yüyürə gələn və qorxan kimsə gəldikdirsə, sən onlardan üz çevirirsən. Xeyr, həqiqətən bu böyük bir öyüd nəsiyyətdir. Bəzilər deyirlər ki, bax, bu qaşqabağını töküb üzünü çevirdi. Peyğəmbər güya həmin o gələn kör kişi var idi, Ümmü Məktum, İbn Ümmü Məktum, ona qaşqabağını çevirdi, filan elədi. Biz də deyirik ki, axı bu Peyğəmbərə yaraşmaz. Deyir, yox, Peyğəmbər bunu ona görə elədi ki, Vəlid ibn Müğirəni tutmuşdu da, onunla danışacaqdı, onu hidayət və islah eləyəcəkdi ki, o da getsin qəbiləni islah eləsin. Bu vaxt Ümmü Məktumun gəlməsinə görə Peyğəmbər bu işi elədi. Buna çox da Peyğəmbəri burada qınaya bilmərik. Çünki real bir fürsət əlindən çıxırdı axı. Amma şiə alimlər deyirlər ki, belə olmaz axı. Hətta bu səbəb də olsa ki, bir fürsət əlindən çıxdı. Yəni Allaha xatır olmuş olsa da, amma Peyğəmbərin əxlaqına bu heç də uyğun gəlmir axı. Heç uyğun gəlmir və Allah burada da açıq-aşkar danlayır. Ki, sən belə eləyirsən, sən bilmirsən ki, belə filan. Ona görə də bu heç vaxt Peyğəmbər barəsində ola bilməz. Peyğəmbər
belə bir peyğəmbər deyil idi. İmam Sadiq əleyhissalam buyurur ki, bu hadisə orada başqa bir nəfər var idi. Bunun uzun təfsiri var da ki, orada başqa bir nəfər var idi. Söz əslində ona aiddir. Quran həmən hadisədə o məsələni gündəmə gətirir və bizim acıca peyğəmbər barəsində elmimiz varsa, imanımız varsa başa düşməliyik ki, peyğəmbər belə şeylərdən uzaqdır və peyğəmbər bunu etməz. Amma bura qədər heç ki, sonrası bura çevrildi. Amma peyğəmbərin doğrudan da böyük qəbilə başçılarına, bu bir metoddur. Bu metodu gündəmə gətirməz. İndi burası təfsirə bağlıdır. Bunun təfsirini də istəsəz, dərsdə yox, amma sizin qruplarınıza atarım bunun təfsirlərini. Köməkçi müəllimləri deyərəm, atarlar. Amma mövzumuz nədir? Mövzumuz bu ki, Peyğəmbər sələvatullah, o da Peyğəmbər də planlar fikirləşirdi. Peyğəmbər də təbliğatla, haqqı yaymaqla bağlı planlar fikirləşirdi. Onlar haqqı aradan aparmaq, batili gündəmə gətirmək planlarını fikirləşdiyin, Peyğəmbər də bu planları fikirləşirdi. Onlardan da biri nə idi ki, ağsaqqallar, qəbilə başçıları, böyükləri hidayət eləsin. Niyə? Çünki onların təsiri daha çoxdur. Ola bir nəfərin hidayəti onlarla, yüzlərlə adamın hidayətinə bərabər ola bilər. Bax, Peyğəmbər də bu planları həyata keçirirdi. Müşriklər başqa bir işə də əl atdılar. Dediyimiz kimi də sadalayırıq. Müşriklər hansı işləri görürlər. Peyğəmbərin hicrətinə qədər ancaq bu şeylərdən danışacaq ki, Peyğəmbərin təbliğatının qarşısını almaq üçün müşriklər hansı işləri görürlər. Yaxşı? Adətən bax bunlardan danışacaq. Başqa bir dənə işi görməyə çalışdılar. Nə etdilər? Dedilər ki, Quran oxumağa qadağa qoyulsun. Bütün öz ətraflarına, bütün müşriklərə elan elədilər ki, heç kim bu Quranı dinləməsin. Çünki bu Quran sehirdir, cadudur, qəhbəri olsun deyə kim qulaq asırsa, cadugarlıqdır da bu, cadudur, sehirdir, insanın qəlbini dəyişir. Ona görə də biz nə etməliyik? Ruslar demiş, lütfü biz buna qulaq asmayaq, özümüz də qulaq asmayaq və ətrafımız da buna qulaq asmasın ki, çünki kim qulaq asırsa təsir eləyir. Vəlid ibn Muğeyrə, nə bilim bunun kimi kimlər qulaq asdılar, onlara qəribə təsir eləyirdi, ütbə. Ona görə də qulaq asmasınlar. Quran bu barədə deyir ki, kafir olanlar öz dostlarına dedilər, həmin o müşriklər. Bu Quranı dinləməyin. O oxunduqda elə səs-küy salın ki, bəlkə Peyğəmbərin səsi eşidilməməklə də ona qalib gələsiniz. Belə qərara gəlirdilər. Onlar belə işi görürdülər. Amma tarix bir dənə hadisəni gündəmə gətirir. Deyir ki, özləri bu qərarı verirdilər. Amma Quranın elə bir ecazkarlığı var idi ki, buna diqqət eləyin. Quran çox ecazkar idi, həm də maraqlı idi. Deyirlər ki, bir gün, bir gecə Əbu Sufyan, Əbu Cəhil, Əxləz ibn Şureyq, bunlar hər üçü də Qureyşin başçılarıdırlar. Xəlvətcə gedirdilər, çünki daha açıq-aşkarda qulaq asmaq olmurdu deyə. Xəlvətcə gedirdilər, Peyğəmbər gecə namazda oxuyurdu, axı namazda oxuyurdu, namazdan əlavə oxuyurdu Qurandan. Ona qulaq asırdılar. Hərəsi evin bir tərəfindən. Bir dəfə rastlaşdılar. Bir-birinə dedilər ki, nə iş görürsünüz? Axırı etiraf elədilər ki, bunun Quranına qulaq asmağa gəlmişik. Sonra dedilər ki, bir mənalı şəkildə bu söhbət burada qalmalıdır. Ya bilsələr ki, biz Qureyşin böyükləri gəlib Qurana qulaq asırıq, cəmaət bizim heç vaxt sözümüzü eşitməyəcək. Halbuki biz cəmaətdə qadağan eləmişik. Ona görə də bir də bu işdə təkrar olunmasın və bu hadisədə bizim aramızda qalsın. İkinci gün yenə də gəldilər. Üçüncü gün yenə gəldilər. Bax, neçə gün belə gəlirdilər. Əlbəttə, onlar hidayət əhli deyildilər. Əbu Cəhil ki, hidayət olmadı, Bədirdə öldü, Əbu Sufyan onun kimi hidayət əhli deyildi. Amma Quranın bir dənə ecazkarlığı vardı. Quran bir dəfə möminləri özünə cəzb eləyir. Bir də ki, möminləri yox, maraqlıdır axı. Maraqlıdır, gözəldir, ahəngdardır, ecazkardır. Sadəcə gəlib qulaq asırdılar. Hətta bir-birlərinə deyirdilər ki, bu qəribə sözdərdir ya. Birdən bu düz çıxar. Düz çıxsa vay bizim halımıza. Diqqətiniz ki, sizə keçən dəfə də deyirdim. Mənim tələbələrim olub, neçə dəfə belə tələbələrim olub. Mən də onları çox istəmişəm həmişə. Onlar dindar deyil idilər, hətta deist kimi idilər. Deist budur ki, ateist deyirlər, Allahı qəbul edir, amma dini qəbul etmirlər ki, Allah var, amma din məsələləri. Özdə ziyalı adamlar. Belə, ən az 2 dənə belə tələbəm yadıma gəlir. Onlar gəldilər, mənim canlı dərslərində iştirak edirdilər və deyirdilər, qulaq asırdı. Heç vaxt da əqidələrdə dəyişilmir deyə.
Düzdür, bir dənəsi sonra dəyişildi, dindar oldu. Amma biri heç çox da dəyişilmirdi. Amma nə deyirdi? Deyirdi ki, mənim üçün çox maraqlıdır. Yox, mən dindarlıq, dini qəbul eləməyəcəm, dini qəbul eləmirəm. Hətta bəzi sözlər ki, eşidirəm, onu da qəbul edirəm. Amma çox maraqlıdır. Otururdu, danışırdı. Özü işi gücü çox idi. Onunla belə vaxt eləyirdi, gəlirdi mənim dərslərimdə iştirak eləyirdi. Bu bilirsiniz nəyə görədir? İmana görə deyil idi. Sadəcə mövzular maraqlıdır axı. Çox maraqlıdır. Bax bu Əbu Cəhilgillər də, Əbu Sufyan, Əbu Cəhil, bunlar da Quran çox maraqlı idi. Həm ahəngdar idi, həm gözəl, Peyğəmbər də çox gözəl şəkildə Quran oxuyurdu, avazla oxuyurdu. Quran qafiyələnirdi. Xüsusən Məkkə ayələri, bəziləriniz Quran tanışlığı dərsində var sizdə, orada da biz onları keçmişik ki, Məkkə ayələri çox qafiyələnirdi. Çünki onlar möcüzəli tərəfini göstərirdi. Allah həmin vaxtlarda Quranın möcüzəli tərəfini göstərirdi. O söz ustadlarına qafiyələnən, ahəngdar, fəsahət və bəlağətə daha çox önəm verilmiş bir formatda nazil olurdu. Ona görə də Əbu Sufyan kimilərdi, maraq cəhətindən gedirdilər, baxırdılar, daha doğrusu qulaq asırdılar, ləzzət alırdılar, maraqlı şeylər öyrənirdilər. Ümumiyyətlə onların marağını cəzb edirdi. İmanlarına görə yox, maraqlarını cəzb edirdi. Oradan da Quranın bu tərəfi var da. Və sonuncu bir hadisəni də, bir neçə dənə hadisə var, onları da tez deyim. Bununla da dərsimizi yekunlaşdıraq. Deməli, bu da bir məsələ idi, bura qədər dediyim. İndi bir də müşriklər başqa bir yola da əl atdılar. Dedilər ki, okey, icazə verməyəcək Qurana qulaq assınlar, amma əlimizdən nə gəlirsə də, bəzi adamlar başa düşdüksə ki, İslama, dinə meyllənməsi tez onun qabağını kəsər. Hər hansı yolla olur olsun. Ya şəkkə salaq, ya nə bilim qüdrətimizlə, nə bilim də müxtəlif sözlərlə gələnləri, xüsusən böyük adamları maniyə olaq. Maniyə yaradaq onun üçün. Onların Peyğəmbərə tərəf gəlməsinə mane olaq. Çünki onların da hidayəti bir dəfə də həm bir sayı artırır, həm də onun özü də başqalarını eləyir. Ona görə də yaxşı, böyük, əzəmətli, tanınmış adamlarla gözdə qulaqda olurdular ki, belələri meyllənmək istəsələr tez onun qarşısını kəsərdilər. 2 dənə hadisə danışırlar. Çox maraqlı hadisədir, çox. Onları mən tez-tez sizin üçün oxuyum. Bir dənə Əşa adında bir şair var idi. Bu, Cahiliyyət dövrünün ən məşhur şairlərindən idi. Onun şeirləri çox məşhur idi və kitab demiş, məclislərin bəzəyinə çevrilmişdi. Yaşlı vaxtları idi. Yaşlı vaxtları idi və ömrünün də axır vaxtları idi. Eşitmişdi ki, belə bir nəfər peyğəmbərlik iddiasındadır. Dini məsələlərdə də müəyyənlərini eşitmişdi, Qurandan eşitmişdi. Marağı yaranmışdı. Elə müsəlman olmaq istəyirdi. Ümumiyyətlə o adamı görmək, tanımaq istəyirdi. Qulağına dəydiyi qədər də xoşhal olmuşdu və peyğəmbər barəsində hətta 20 beyt, 24 beytlik bir şeir də yazmışdı ki, Peyğəmbər barəsində deyilmiş ən gözəl şeirlərdən sayıla bilərdi. Məkkəyə doğru bir gün gəldi Əşa. Məkkəyə doğru gəldi. Yolda müşriklər axı hesab kitablaşıblar, hamısı bu söhbəti eləyiblər də ki, gördülər ki, Əşa gəlir Məkkəyə doğru. Dedilər, Əşa nə xəbər? Sən hara, Məkkə hara? Dedi ki, çünki tanınmış adam idi. Dedi ki, İslam peyğəmbəri ilə görüşmək istəyirəm və ona bir şeir də yazmışam. Onun sözləri mənim üçün çox maraqlı gəldi. Bilmədi, bunlar ona mane olacaq. Dedi ki, bunlar baxırlar adamına uyğun manevrlar eləyirlər də. Dedilər ki, Əşa xəbərim var onun dinində. Əşa da yaxşı şair idi, amma çox zinakar adam idi. Üzr istəyirəm. Və çox da şərabxor adam idi. Cahil ərəbdə, din yox, bir şey yox, qabağını kəsən yox, imkanı var, şəraiti var. Necə lazımdır cahilliyin eləyən adamdır. Bunu dedilər ona. Dedilər, Əşa xəbərim var ki, bu dində zina olmaz ha. Qadınlarla, naməhrəm qadınlarla zina olmaz, yaxınlıq olmaz. Xəbərim var sənin bundan və şərab da bu dində haramdır. Əşa dedi ki, birinci qadını deyəndə, Əşa dedi ki, problem deyil qadın. Mənim də o yaşlarım keçib. Problem deyil. Sonra dedilər ki, şərab da qadağandır, haramdır. Dedi, doğrudan şərab da haramdır. Dedi, hə, dedi, amma mən şərabı çox sevirəm. Necə ola bilər? Dedilər, bax da, sən əgər o dinə tərəf getsən, o dini qəbul eləsən, İslamı gərək şərab içməyəsən.
Əşa fikirləşdi, dedi ki, onda mən hələ şərabdan doymamışam. Mən gedim 1 ildən sonra gələrəm. Ev yoxdur, görüşməyim ondan, gedim 1 ildən sonra gələrəm. Və hazırlaşaram da, hazırlıqlı gələrəm. Şəraba qarşı yavaş-yavaş bir plan proqramlar düzüm ki, onun qəbuluna gəldim, İslamı qəbul elədimsə artıq şərabla vidalaşmış olum. Burada bir məsələni deyimsə ki, doğrudan da ərəblər çox şərabxor idilər. Bəzi adamlar bəlkə siz görmüsünüz ki, çox şərabxordular. Və bəzi millətlər var ki, onlar çox şərabxordur. Məsələn, mən görmüşəm belə bir millət həddindən artıq çox şərabxordur da. Yəni gecə, gündüz, nə bilim də adamların varlığı şərabdır. Ərəblər bax belə idilər. Həddindən artıq şərabxor idilər. Şərab onların həyatının ayrılmaz bir tərəfi idi. Ümumiyyətlə eş-işrətlə çox məşğul idilər, cahil ərəbdə, amma şərabxorluqları da həddindən artıq idi. Həmişə deyirəm, yenə deyirəm ki, Allah mütəal belə onların şərabı 3-4 dəfəyə qadağan elədi. Möminlər, müsəlmanlar. Bəziləri müsəlman idi, hələ Allah şərabı haram eləməmişdi. Onlar şərab içirdilər. Sizə qəribə gələ bilər bu. Amma Allah mütəal başa düşürdü, bilirdi ki, bunlara bir dəfəyə bunu qadağan eləmək bunların dindən çıxmasına səbəb olur. Yəni Allah o uşaqla necə rəftar eləyirsən? Bax belə də mərhələli şəkildə Allah bunların əlindən şərab aldı. Və Əşa da belə bir bədbəxt adamlardan biri idi. Dedi ki, mən gedim, özümü hazırlayıb sonra gələrəm. Baxmayaraq ki, yaşı da çox idi. Getdi və o birisi ilə çatmadı heç. Dünyasını dəyişdi və İslamı qəbul etmədən, tövbə etmədən qayıtdı. Həm özünün qəfləti, məntiqsiz qərarı, həm də ki, bax bu müşriklərin ona maneə yaratdı. Bəlkə də o müşriklər olmasaydı, o gələcəkdi, Peyğəmbərə o qədər valih olacaqdı ki, heç bəlkə də şərab da onun zihnindən çıxacaqdı. Axır ki, bax belə bir problem ondan qarşılaşdı. Əzizlər, baxıram vaxtımız tamam olub, amma bir 3-4 dəqiqədə mən danışsam heç nə olmaz. O bir 3-4 dəqiqədə bir hadisə var, tez onu da deyim. Bir də maraqlı hadisələrdən biri Tufeyl ibn Əmir barəsindədir. Tufeyl ibn Əmir də bir qəbilədəndir ki, o qəbilə arasında çox ad çıxarıb və o da istəyir ki, Məkkəyə gəlib, gedib Kəbəni ziyarət eləmək istəyir. Amma bunun Məkkə müşrikləri başa düşən kimi dedilər ki, bu gedəcək Məkkəni, Kəbəni ziyarət eləməyə. Bu vaxt Peyğəmbəri görəcək təbii ki. Bunu görən kimi onunla danışa bilər və yaxud da onun Quran ayələrini eşidə bilər. Əgər Quran ayəni eşitsə, bu Quran ayələri elədir ki, insanları cəzb eləyir özünə. İnsanları ürəyini riqqətə gətirir. Bu kişi də qəbul eləyəcək və öz qəbiləsində də çox tanınmış adamdır. Bunun hidayət olması da əməlli başlı yenə də müsəlmanların çoxalmasına səbəb olacaq. Ona görə də onun qarşısını kəsdilər. Dedi ki, yox, mən gedib Kəbəni ziyarət eləməliyəm. Dedilər, onda elə ki, o kişinin sözünü eşitməz. Dedi, hə, bunu eləyərəm. Qulağına pambıq qoydu. Dedi ki, hədə elə eləyəcəm ki, onun səsini eşitmir. Təvaf eləyir, Peyğəmbər oturduğu bir yer var, oturub oradan Quran oxuyur. Ora çatanda həmin o pambıqları qulağına tutur. Sonra ondan uzaqlaşandan sonra bir neçə dəfədən sonra qəribə oldu. Qəfildən ayıldı, dedi ki, mən balaca uşağam, mən nəyəm, mən nə üçün belə iş görürəm? Sözdür də, eşidərəm, məntiqlə fikirləşərəm. Yaxşı deyilsə, yaxşı deyil, yaxşıdırsa da bir qulaq asaram, görüm nədir, mən nə üçün belə eləyirəm? Hətta onun barəsində deyirlər ki, belə dedi ki, öz-özünə dedi ki, anam matəmində otursun. Axı sən söz ustasısan. Onun dediklərini eşidəndə nə olacaqdır? Bir dinlə gör. Nədir? Yaxşı olarsa qəbul eləyərsən, pis olarsa rədd eləyərsən. Bu nə hərəkətdir ki, sən eləyirsən də, qulağına pambıq salırsan. Ondan sonra gəldi, Peyğəmbərlə görüşdü. Qureyş müşrikləri barəsində dedi ki, onlar sizin barənizdə cürbəcür sözlər deyir, amma mənim də sizdən əslində görüşmə fikrim yoxdur. Amma bu Quran ki, eşitdim, sən oxuyurdu. Bu sözlər mənə qəribə gəldi və bunun şirinliyi məni sənin evinə qədər çəkib gətirdi. İstəyirəm ki, biraz mənə Quran oxuyasan. Peyğəmbər də Tufeyl üçün bir neçə dənə ayə oxudu. Tufeyl cəzb oldu. Tufeyl heyran oldu. Tufeyl aşiq oldu.
Tufeyl dedi ki, Allaha and olsun ki, bu vaxta qədər belə gözəl sözlər eşitməmişəm və bu cür gözəl, mülayim bir din görməmişəm. Sonra dedi ki, ey Peyğəmbər, mən qəbiləmdə çox salib seçilən adamam. Özüm qəbul etdim, qəbiləmdə də sənin dinini yaymağa çalışacağam. İbn Hişam tarixçidir də, o deyir ki, Xeybər döyüşünə qədər Tufeyl öz qəbiləsində qaldı, Xeybərə qədər. Yəni hicrətdən sonraya qədər də, hicrətin neçənci illərinə qədər öz qəbiləsində qalıb İslamı təbliğ elədi. Xeybər döyüşündə 70-80 müsəlman ailə ilə birlikdə gəlib Peyğəmbərə qoşuldu və Peyğəmbərin yanında qaldı. Peyğəmbərdə ondan sonra hansı döyüşlər oldusa, onlarda da bəzilərində iştirak elədi. Hətta Raşidi xəlifələr, yəni o 4 xəlifənin də dövründə iştirak elədi və Yəmamə döyüşündə Tufeyl Allahın rəhmətinə qovuşdu və şəhid oldu. Yəmamə döyüşdə Əbu Bəkirin dövründə olan bir döyüşdür. Bir nəfər özünü Yəmamə qəbiləsində, bir nəfər özünü Peyğəmbər qərar vermişdi. Orada çox böyük bir döyüş baş verdi. 1200 nəfər müsəlman öldü. Yəni heç bir döyüşdə bu qədər müsəlman ölməmişdi. Bax əzizlər, dərsimiz bu günlük bu qədər. Dərsimiz bitdi, çıxmaq istəyənlər çıxsınlar. Mən indi əziz tələbələrimin o suallarını yığıb saxlayıb ürəyə partlayan tələbələrimin suallarına cavab verim. Buyurun. Böyük ağa başlayır. Bismillah. Ustad, imana gəlməyə meyil göstərənlərə mane olan müşriklər barədə danışdınız, ağlıma bir sual gəldi. Bütöv şəkildə İslam tarixinə baxanda Peyğəmbərin bəzi kəslərin ölümünə fərman verməyə məsələsində hansı meyarlara əsasən hökm verdiyini görürsünüz? Niyə bəzən səbir edib göz yumurdu və niyə bəzən qəti şəkildə? Biz bu əvvəla müşriklərin vaxtında, yəni Məkkə dönəmində bu olmurdu, böyük ağa. Məkkə dövründə Peyğəmbərin qüdrəti falan yox idi, ona görə bu şeylər olmurdu. Mədinə dövründə də o adamlarla belə rəftar eləyirdi ki, o adamların sözləri həddindən artıq kəsərli idi və cəmaatda həddindən artıq bir dəyişikliyə səbəb olardı. Məsələn, Kəb adında bir şair var idi. Peyğəmbər barəsində elə sözlər danışırdı ki, elə şeirlər deyirdi ki, axı şeir də təsirlidir, təsirə malikdir. Necə görürsünüz, mərsiyələrdə, mədhiyələrdə şeirdən istifadə olunur. Niyə? Çünki insan sentimental varlıqdır və o varlığı təsirləndirə bilir. Eləcə də pis yerə də olanda çox təsirlidir. Ona görə də Peyğəmbər bu və bu kimi adamların aradan götürülməsini çox istəyirdi. Meyar bilirsən nə idi? Meyar bu idi ki, bəzi adamların hətta sui-qəsd edirdilər, Peyğəmbər onları öldürmürdü. Hətta məsəl üçün Bədirdə tutduğu adam var ki, Peyğəmbər onu buraxdı. Sonra Uhudda gələndə Peyğəmbər tutdu, orada öldürdü o adamı. Yəni meyar bu idi ki, o adamın fəsadı nə qədərdir? Bir adam nə qədər böyük fəsad eləyə bilər? Meyarı bu idi. Məsələn, böyük fəsad eləyənlərdən biri də məsələn Əbu Sufyan idi, amma onu öldürmədi. Çünki onu öldürməyin özü bu dəfə fəsada çevrilərdi. Bildiniz, bax, Peyğəmbər belə baxırdı o kriteriyalarla, kimi öldürmək lazımdır, kimi öldürmək olmaz. Bax, bu şeylərə diqqət edirdi. Bilmirəm, fikrimi çatdıra bildim, yoxsa yox. Siz sağ olun. Gecəniz xeyrə qalsın. İnşallah gələn həftə görüşəcəyik. Sağ olun.